Amma bir söz mənim ürəyimdə qaldı. Mən 63-cü ildə orkestrə qəbul olunmaq istədim. Zamirə xanım, inanırsınız, çox uçurdum ki, orkestrdə oturum çalım. Elə oldu ki, 16 yaşıma 4 ay qalıb olsun 16 yaşım. Mən hündür kabluk giyindim. Mən həyatımda onu heç vaxt mən hündür kabluk giyməmişəm. Alçaq kabluk da giyməmişəm. Düz ayaqqabı. Düz ayaqqabı. Saçımı, uzun saçlarım vardı. Babet də elədim. Hündürə qaldırdım. Hündür. O vaxt dəb idi. Dəb idi, hə. Getdim orkestrə. Seyid müəllim məni qəbul elədi. Orkestr oturub, tam sakitlik. Mən not qoydu qabağıma, onu çaldım. Mən də son konsert idi, yadımdadır. İkinci kamança. Sonra dedi, yaxşı onu qoydu qırağa. Dedi, bir dənə muğam çal. Dedim, dilini çala bilərsən. Dedim, rast. Rastın da kökü başqadır. Adi kök deyil. Mən başladım kökləməyə. Onun da yanında Allah onu rəhmət eləsin, qəni-qəni. Hafiz Mirzəliyev, əməkdar artist. O orkestrin konsertmestri idi. Gəldi yaxına ki, məndən alsın, kökləsin. Dedim, yox, mən özüm kökləyəcəm. Belə, mən nə bilim, Seyid müəllimin bu xasiyyətim xoşuna gəlib. Aha. Ki, vermədi kamançasını, özü köklədi. Əslində, bax, bir məqam, bir atdığımız addım və yaxud da bir kəlmə dediyimiz söz bəzən bizim bütün həyatımızı dəyişə bilir. Necə ki, siz o kamançanı versəydiniz, bəlkə sizi biraz cəsarətsiz, bəlkə də qorxaq kimi tanıyardı. Düz deyirsiniz, hə, düzdür. Mən çaldım, gördüm, bütün orkestr alqışladı. Səhəri Əhsən müəllim gəldi Asəf Zeynallıya. Deməli, Əhsən müəllim orada məni görüb. İllər nələri alır insandan, hə? Çox sevindim. Qaça-qaça qaçdım evə. Ay, mama, məni qəbul eləyib. Seyid müəllim. İndikilər orkestrə girirlər, elə bir ki, nə bilim, adı da orkestrdir. Mən çox, bilirsiniz necə, mən çox sevindim, həddindən artıq. İndikiləri sevindirmək çətindir. Yoxsa asandır. Çox Və yaxud da asan. heç nəyə sevinmirlər. Heç nəyə sevinmirlər. Mən sizə deyim, heç bir şeyə.